Bugünkü dərsimiz yarımadalardır. Üç tərəfdən su ilə əhatə olunmuş, bir tərəfdən quruya bitişik quru sahəsinə yarımada deyilir. Bəzi yarımadalar bir neçə dövlətin ərazisində yerləşir. Ərəbistan, Hind, Çin, Malakka, Koreya, Yutlandiya, Skandinaviya, Pireney, Apeni və Balkan yarımadaları bir neçə ölkənin ərazisində yerləşir. Bunlardan Yutlandiyanı qeyd edə bilərik ki, həm Danimarka, həm Almaniyanın ərazisindədir. Həmçinin də deməli Skandinaviya, Pireney, Apeni bunları da yəqin ki bilmiş olarıq. Və böyükdən kiçikliyə doğru, yəni sahəsinin böyükdən kiçiyə doğru düşsək, Ərəbistan, Hindistan, Hind, Çin, Somali, Labrador, Skandinaviya yarımadaları düzülər. Və qitələr üzrə yarımadaları qeyd edək. Avropa qitəsinə aid olan yarımadalar əsasən Kola yarımadası, Skandinaviya yarımadası, Yutlandiya yarımadası, sonra Bretan yarımadası, Pireney, Apenin, Balkan, Kiçik Asiya yarımadasını qeyd edərək burada Peloponnes yarımadası göstərilib ki, bu da yarımada içərisində yarımada qeyd olunur. Və Asiya qitəsinə aid olan yarımadalara baxaq. Deməli, Kiçik Asiya yarımadası, Abşeron yarımadası, Sinay yarımadası, Ərəbistan yarımadası, Hindistan, Hind-Çin, Malakka, Koreya, Kamçatka, Çukot, Taymır, Yamal, Gdansk yarımadalarını qeyd edərik. Daha sonra Şimali Amerikaya aid olan yarımadaları qeyd edək. Deməli, Alyaska yarımadası, baxın, Alyaska yarımadası Sakit Okeanın ərazisini əhatə edir. Belə deyək, Sakit Okean sahillərindədir. Bu gördüyümüz ərazi Alyaska yarımadası deyil, Alyaska ştatıdır. Yəni bunları da diqqətdə saxlamalıyıq. Daha sonra Kaliforniya yarımadası, Butiya yarımadası, Labrador yarımadası, Florida yarımadası və Yucatan yarımadası Şimali Amerikaya aiddir. Cənubi Amerika isə Valdes yarımadasını qeyd edəcəyik. Deməli, Valdes yarımadasını qeyd edəcəyik. Antarktidaya Antarktida yarımadası, Afrikaya Somali yarımadası, Avstraliya materikinə isə deməli Arnhem və Çepyok yarımadalarını qeyd edərik. Əlavə olaraq yarımada içərisində yarımadanı desək, yəni bir yarımadanın içərisində əlavə bir yarımada da var. Bu da Balkan yarımadasında yəni qeyd etdiyim kimi Peloponnesdir. Daha sonra deməli Peloponnes, sonra Hind-Çin yarımadasında Malakka, Ərəbistan yarımadasında Müsəndam, sonra Labrador yarımadasında Ungava şimal hissəsində yerləşir, Ungava yarımadası. Daha sonra Skandinaviya yarımadasında Skoniya və Cənubi Norveç yarımadalarını qeyd edəcəyik. Bu qədər müəllimlər.